Növbəti izahımız olacaq müstəmləkə rejiminin başlanması. Türkmənçay müqaviləsindən sonra Azərbaycan bilirik ki, iki dövlət arasında bölünmüşdü, Rusiya və İran arasında. Və Şimali Azərbaycanda Rusiya necə idarə etdi, həmin mövzu haqqında danışacağıq. Deməli, xəritə görürük burada. Xəritədə əyalətlər verilmişdir və aydın olur ki, xanlıqlar ləğv olunduqdan sonra Azərbaycandakı həmin əvvəlki xanlıqlar əyalətlərə çevrilmişdi. Əyalət, dairə, distansiya kimi ərazi bölgüsünə bölünmüşdü və ərazi idarə etməsi komendant idarə üsulu adlanırdı və komendantların əlində bütün hüquqlar var idi. Onların əlində bir dənə ölüm hökmü vermək hüququ yox idi ki, hətta bəzən onlar ölüm hökmünü də öz başına verirdilər. Daha sonra biz xanlıqların ləğvi haqqında danışaq ki, ilk ləğv olunan xanlıq 1804-cü ildə Gəncə xanlığı olmuşdu. Aydın məsələdir ki, orada Cavad xan vəfat edir döyüşlərdə oğlu ilə birlikdə və Gəncə xanlığının adı dəyişdirilərək Yelizavetpol qoyulur Çar 1-ci Aleksandrın həyat yoldaşının şərəfinə. Və xanlıq Rusiyanın tərkibində əyalətə çevrilir. Daha sonra 1806-cı ildə Dərbənd xanlığı ləğv olunur. 1806-cı ildə Bakı xanlığı da müqavimət göstərdiyinə görə bilirik ki, Bakı xanlığında da Hüseynqulu xanın qardaşı oğlu onun deməli Siyanovu öldürmüşdü. Çar demək sərkərdəsi Siyanovu öldürmüşdü və ondan sonra da Rus qoşunları pərən-pərən düşsə də sonra onlar qayıdıb Bakını tutmuşdular və Bakı xanlığı da 1806-cı ildə ləğv olunmuşdu. Quba xanlığına isə əyalət idarə etmə üsulu saxlanılmışdı. Yəni orada yerli bəylərdən ibarət əyalət şurası var idi, amma 1810-cu ildə müstəmləkə zülmü əleyhinə Qubada da üsyan oldu və Gilgilçay döyüşündə Çar qoşunları məğlub edildikdən sonra Quba xanlığı da ləğv olunaraq Rusiyanın tərkibində əyalətə çevrildi. Və ruslar xanlıqların onların tərkibinə birləşməsinə yalandan könüllü ad qoymuşdular. Əslində heç bir xanlıq könüllü daxil olmamışdı və Qafqazın baş hakiminə tabe idi bu əyalətlər. Digər xanlıqların ləğvi haqqında danışaq. 1819-cu ildə Şəki, 1820-ci ildə Şamaxı, 1822-ci ildə Qarabağ, 1826-cı ildə isə Lənkəran xanlıqları da ləğv olundu. Naxçıvan və İrəvan xanlıqları isə İkinci Rus-İran müharibəsi bitdikdən sonra, yəni 1828-ci ildə ləğv olunacaq və Türkmənçay sülh müqaviləsinə əsasən Naxçıvan və İrəvan xanlıqlarında erməni idarəçiliyi yaradılacaq. Lakin 1840-cı ilin İnzibati məhkəmə islahatına əsasən isə erməni idarəçiliyi ləğv olunacaq və gördüyümüz bu cədvəldə xanlıqların ləğv olma sırası göstərilmişdir. Deməli, Azərbaycanın ərazisi komendant idarə üsulu dövründə əyalət, dairə və distansiyalara bölünməsi haqqında da məlumatımız oldu. Komendant idarə üsulu ləğv olunduqdan sonra isə quberniya, qəza və sahə kimi bölünür ərazilərimiz. Komendantlar haqqında danışdım ki, onların hüquqları çox geniş idi, bütün hüquqları var idi və o Qafqazın baş hakiminə tabe idi və təbii ki də ədalətsizliklər var idi. Demək ki, əyalət, dairə, distansiyalardan başqa mahal və kəndlərə də bölünürdü. Mahalları naib, kəndləri kəndxudalar idarə edirdi. Göstərilən bu cədvəldə isə əyalətlər, dairələr və distansiyalar haqqındadır. Belə ki, əyalətlər keçmiş xanlıqlar idi. Dairələr Yelizavetpol və Carbalakən dairəsi, distansiya isə Qazax, Şəmşədil və Borçalı idi. Bir dənə xəritəyə qayıdaq. Xəritədə baxın Qazax, Borçalı, Qazax, Şəmşədil. Bunlar distansiyadır. Əyalətlər görünür. Qarabağ əyaləti, Şirvan əyaləti, Lənkəran əyaləti, Bakı əyaləti, Quba əyaləti və s. Carbalakən dairəsi var.
Carbalaken dairəsi. Bir də Yelizavetpol dairəsi. Bax, Yelizavetpol dairəsi buradır. Yuxarıda isə Carbalaken dairəsi Rusiya ilə həmsərhəd ərazidə göstərilmişdir. Carbalaken dairəsi göstərilmişdir. Bir dəqiqə. Deməli, Rusiya Azərbaycana xammal və satış ərazisi kimi baxırdı. Yəni, Azərbaycan ərazisinin əhalimizə isə vəhşi mədəniyyətdən uzaq kimi baxılırdı. Ruslar Azərbaycanda müsəlman əyalətliyi rəisliyi, bir də hərbi dairə rəisliyi yaratmışdılar. Müsəlman əyalətliyi rəisliklərinə Şəki, Şirvan, Lənkəran kimi ərazilər daxil idi. Hərbi dairə rəisliyinə isə Dərbənd, Bakı, Quba ərazisi daxil idi. Məhkəmə sistemində şəriət məhkəmələri var idi. Şəriət məhkəmələri kəbin, talaq, vərəsəlik işlərinə baxırdı. Bir də əyalət və şəhər məhkəmələri var idi ki, bunlar kiçik cinayətlərə hərbi məhkəmələrdə baxılması ilə seçilirdi. 1840-cı ilin İnzibati Məhkəmə İslahatına əsasən isə demək, kiçik cinayətlərə hərbi məhkəmələrdə baxılması üsulu ləğv olunacaq. Hər bir işğalçı kimi çarizm də Azərbaycana köçürmə siyasəti həyata keçirirdi. Belə ki, onlar erməniləri, rusları və almanları Azərbaycana köçürmüşdü. Köçürmə prosesi Türkmənçay müqaviləsindən sonra daha da intensivləşir. Belə ki, əsasən ermənilər Osmanlıdan, bir də İrandan köçürülürdü. İrandan Türkmənçay müqaviləsindən sonra, Osmanlıdan isə Ədirnə müqaviləsindən sonra ermənilər Azərbaycana köçürülür və Qarabağ, Naxçıvan, İrəvan və Borçalıda məskunlaşdırılması nəzərə alınmışdı. Yerli əhali, Naxçıvan əhalisinin narazılığı ilə qarşılandı bu köçürmə prosesi və Naxçıvanda ermənilər kütləvi şəkildə məskunlaşdırıla bilmədi. Və İrəvan və Naxçıvan xanlıqları ləğv olunduqdan sonra isə dediyim kimi orada erməni əyaləti yaradılmışdı. Erməni əyaləti isə 1840-cı ilin 10 aprel İnzibati Məhkəmə İslahatına əsasən ləğv olunacaq. Bir də almanlar köçürülür. Almanlar 1817-18-ci illərdən Qafqaza köçürülürdü. Köçürülməsində səbəb kimi göstərilirdi ki, güya onlar bizə əkinçiliyi öyrədəcəklər. Əslində isə Napoleon zülmündən qurtarmaq üçün Avropada bilirik ki, Napoleonun işğalları baş verirdi həmin vaxtlar. Qurtarmaq üçün, eyni zamanda xristiyan kimi özlərinə dayaq yaratmaq üçün onları köçürürdülər. Yelendorf və Annenfeld ərazilərində məskunlaşdırılırdı. Yelendorf indiki Göygöl, Annenfeld isə indiki Şəmkir ərazisi idi. Dairə olaraq isə Yelizavetpol dairəsinə bunlar daxil idi. Əslində almanlardan biz üstü zirzəmili evləri öyrəndik. Daha doğrusu 6 zirzəmili, üstü çardaqlı evlərin tikilməsini öyrəndik. Eyni zamanda furqon tipli arabalar, 4 təkərli arabaları da biz almanlardan öyrənmişdik. Bir də rusların köçürülməsi var. Rusların köçürülməsi 1830-cu ilin 20 oktyabr qərarına əsasən idi. Ruslar da Şirvan, Lənkəran, Qarabağ ərazilərində məskunlaşmışdılar. Almanlar çıxıb Almaniyaya qayıtdılar zaman keçdikcə. Ruslar əhali ilə qaynayıb qarışdılar. Amma bir dənə bizim ölkənin əhalisi ilə qaynayıb qarışmayan, həmişə münaqişə ruhunda olan isə heç bir torpağı olmayan ermənilər oldu ki, onlar da getdikləri yeri bizim ərazidir deyə qələmə verdikləri üçün insanlara qaynayıb qarışmırdılar. Demək ki, 1829-cu ildə Şeyxülislam və müfti vəzifələri təsis olunmuşdu. Şeyxülislamlar şiə məzhəbli insanlara, müftilər isə sünni məzhəbli insanlara başçılıq edirdilər. Bir də qədim Albaniya ərazisində
Alban katolikosluğu mövcud olmuşdu ki, bilirik ki 313-cü ildən başlayaraq Albaniyada Urnoyer xristianlığı dövlət dini elan etmişdi və albanlar arasında da xristian məzhəbinə qulluq edənlər